Daha bir valideyn məsuliyyətsizliyi faciəyə yol açdı. Bəli, sözün həqiqi mənasında faciəyə. Sabunçu rayonu Zabrat qəsəbəsində azyaşlının ölümü ilə nəticələnən qəza baş verib. Qəzanın səbəbləri insanı həqiqətən dəhşətə gətirir, həm də təəccübləndirir. Məlumata görə 7 yaşlı övladına maşın sürməyi öyrədən ata azyaşlının ölümünə səbəb olub. Qəza baş verib, nəticədə uşaq həyatını itirib. Bu faciə bir daha məsuliyyətsizliyin nə ilə nəticələnə biləcəyini göz önünə sərir. Azyaşlının sükan arxasında nə işi var və ya belə deyək, bu yaşda, yəni 7 yaşında maşın sürməyi öyrətmək düşüncəsinin görəsən hansı izahı var? Nəticə belə izah edilə bilər. Bir şəxs özü üçün ömürlük vicdan əzabı əldə edib. Təəssüf. Atanın azyaşlı övladına maşın sürməyi öyrətmək istəyi faciə ilə nəticələnib. Sükan arxasında atasının qucağında olan uşaq sürüşərək sürət pedalına sıxılıb, nəticədə avtomobil hasara çırpılıb. 7 yaşlı uşaq hadisə yerində həyatını itirib. Sürücü Tural Süleymanov isə ağır xəsarət alıb. Bu faciə bir daha azyaşlılarla sükan arxasına keçməyin nə dərəcədə təhlükəli olduğunu aktuallaşdırır. Həm öz həyatına risk eləyir, həm körpəsinin həyatına risk eləyir. Doğru sayılmır. Doğru deyil. Valideyn fikirləşir ki, uşağa yaxşılıq edir. Məsəl üçün, belə sevgini belə göstərir uşağa. Amma məncə bu sevgi demək deyil. 7 yaşında öyrətdi deyək, 8 yaşında sürəcək o maşını. Məsuliyyətsizlik də, məsuliyyətsizlik. Uşağı qucağa alıb maşın sürməyə gedərlər. Uşaq yanında da oturmalıdır. Mütəxəssislər bir daha həyəcan təbili çalır. Bu cür hallar yol verilməzdir. Valideynlər belə addımlardan çəkinməlidir. Əks halda faciə qaçılmazdır. 12 yaşına qədər uşaq qabaq sərnişin yerində minik avtomobillərində daşına bilməz. Daşınmasının bir dənə şərti var, xüsusi uşaq saxlayan qurğu olsun. Çox təəssüf ki, bəzi insanlar indi güya ki öz övladlarını öyrədirlər, güya ki belə buna bir qayğı göstərirlər, buna bir sevgi göstərirlər. Uşağı alırlar qucaqlarına və belə vəziyyətdə avtomobil idarə edirlər. Bu olduqca təhlükəli ölüm riskidir. Ərşad Hüseynov qeyd edir ki, qəza ilə nəticələnən bu cür hallarda sürücü məsuliyyətə cəlb oluna bilər. Dünya hərəkəti qaydalarının pozulmasına görə baş vermiş nəticəyə olaraq həm inzibati məsuliyyət var, həm də cinayət məsuliyyəti var. Cinayət məsuliyyəti o vaxt yaranır ki, sürücü yol hərəkəti qaydalarını pozur və bunun nəticəsində kimsə dünyasını dəyişir, yaxud da kimsə sağlamlığına ağır və ya az ağır zərər vurur. Və burada hadisə nəticəsində dünyasını dəyişən adam, onun ən yaxın qohumu olsa da belə o cinayət məsuliyyətindən azad olunmur. Qanunvericiliyə əsasən azyaşlıları qabaq oturacaqda əyləşdirən sürücülər 100 manat və 3 bal cərimə olunur. Ağcəl Əskərli, Əziz Əzizov, ATV Xəbər.